Əziz izləyicilər, yeni bir video serisi başladırıq. Burada psixotrop dediyimiz dərmanların içliklərində yazılan yan təsirlərini oxuyacağam və mən praktikada hansı yan təsirləri daha çox görürəm, hansılar çox nadirdir, bunların müqayisəsini aparacağam. Deməli, ən məşhur dərman olan Prozac'dan başlayaq, hamının bildiyi və ilk SSRI qrupu antidepressant dərman olan Prozac. İçliyi oxuyarkən diqqət eləməyimiz gereken bir şey var. Orada o yan təsirlərin görülmə ehtimalı 1/10, 1/100, 1/1000 şəklində göstərilir. Bu nə deməkdir? 10 nəfərdən birində görülən yan təsir daha sıx gördüyümüz bir yan təsir olacaq. Məsəl üçün, indi 10 nəfərdən birində görülən, dərman başladığında görülən yan təsirlərdən oxuyum. Ürək bulanma, ishal, qarın ağrısı. Bunlardan ürək bulanmanı ən sıx görürük. Ən sıx dediyimizdə, yəni hər hansı bir SSRI başlandığında ilk bir həftə 10 gün bir ürək bulanma görülməsi gözlədiyimiz bir şeydir. Bəzi pasiyentlər ürək bulanma olmadığını deyirlər, heç bir narahatçılıq yaşamırlar. Bu aradasa bir 20-30%, bəlkə də biraz daha çox olar, 40% pasiyent ilk bir həftə və yaxud da doz artımları olduğunda bir keçici bir ürək bulanma olduğunu deyirlər. Baş ağrısı, yuxusuzluq, əsəbilik. Bunu çox görmürük, çünki bizə müraciət edən insanlarda əsas başladığımız səbəb də zaten ya təşviş pozuntusu olur, ya depressiya olur. Bunun da əlamətlərdən birisi olur əsəbilik və əsəbiliyə bağlı olan gərginlik tipi baş ağrısı ola bilər, yuxusuzluq ola bilər. Amma sırf Prozac tərkibində olan fluoksetinin əsəbilik artışı və yaxud da yuxusuzluq yaratdığını çox görmürəm. Baş gicəllənmə, bunu da görmürəm. İştahın azalması, arıqlama. Bunu görürəm. Hətta bəzi insanlar bu təsirdən də məmnuniyyət dilə gətirirlər. Prozac istifadəsi əslində bu təsiri emosional yemə davranışını azaldaraq, yəni əsəbləşəndə yeməyə meyllənmə davranışını azaldaraq göstərir. Ağız quruluğu SSRI'larda çox sıx görməsək də gördüyüm bir yan təsirdir. Cinsi istəksizlik və orqazm çətinliyi. Prozac'da, yəni fluoksetində o qədər çox olmasa da, bu cinsi istəksizlikdən ziyadə daha çox orqazmın gecikməsi, yəni boşalma müddətinin gecikməsi, qadınlar daha çox boşala bilmirəm şəklində ifadə edilir. Kişilərin bəziləri orqazm müddəti uzandığı üçün məmnuniyyət dilə gətirirlər. Bəziləri isə normal boşalma müddəti olan insanlar isə boşalmanın gecikməsindən və yaxud da boşala bilməmədən şikayət edirlər. Tərləmə artımı, əl titrəməsi. Tərləmə artımını yenə də o qədər çox olmasa da %1 deyərdim pasiyentlər dilə gətirirlər. Əl titrəməsini isə çox %1 şəklində görmürəm. Az rast gəlinən yan təsirlərdən narahatlıq